Ötən gün Abşeronda bədbəxt hadisə baş verib. Xırdalan şəhəri Kristal 1 yaşayış kompleksində 19 yaşlı İlqar Quliyev binanın 12-ci mərtəbəsindən yıxılaraq ölüb. Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən verilən məlumata görə 19 yaşlı şəxsin həkimə qədər ölüm faktı qeydə alınıb. 1 noyabr 2025-ci il tarixində saat 12:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Abşeron rayonu Xırdalan şəhəri ərazisindən təcili çağırış daxil olub. Dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 19 yaşlı şəxsin həkimə qədər ölüm faktı qeydə alınıb. Qeyd edək ki, 2010-cu il təvəllüdlü Quliyev İlqar Teymuroğlu sözgedən binada yaşamayıb. O binaya hazırlığa gəlirmiş.